Hal-hazırda sığınacağın bağlanma təhlükəsi var. Biz ərazi tapa bilməsək, yer tapa bilməsək, ala bilməsək, biz buradan çıxmalıyıq və bu itləri buraxmalıyıq. Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən bu sığınacaq 5 ildir ki, rayondakı sahibsiz heyvanların saxlanma mərkəzinə çevrilib. 2 hektarlıq sahədə çəkilən hasarlar və xüsusi bölmələr heyvansevərlərin öz vəsaiti hesabına başa gəlib. Lakin indi mülkiyyətçinin torpağı 120 min manata satışa çıxarması sığınacağın gələcək fəaliyyətini sual altına qoyub. Biz bacımızla birlikdə 5 il öncə Zaqatala rayonunda bir sığınacaq açmışıq. Böyük bir ərazini icarəyə götürmüşük. İllik 4000 manat icarə veririk. Bu sığınacağımıza biz gələndə bura bir 50-100 itimiz var idi belə deyək. Bizə müraciətlər olur yaşadığımız rayondan, ətraf rayonlardan. Biz yaralı, belə xəstə, köməyə möhtac heyvanları gedib götürürük, onları sağaldırıq, peyvənd edirik, qısırlaşdırırıq və bu sığınacaqda saxlayırıq. İndi bunlar heyvan sayıları çoxaldıqca icarəyə götürdüyümüz yerdə 2 hektara yaxın böyük bir ərazidir. Heyvan sayı çoxaldığı üçün biz məcburən böyük naveslər tikdik, onların belə otaq şəklində setkal çəkdik. Böyük ərazini 3də 2-sində belə tikinti işləri apardıq. Məcburən. İndi bizim ərazinin sahibi, yer sahibi bizə bir müəyyən vaxt verib, deyib, bəs buradan çıxın, ərazini yığışdırın, təhvil verin, çıxın. Sığınacaqdakı heyvanların hamısı sərbəst hərəkət etmir. Buradakı itlərin bir qismi zəncirdə saxlanılır. Aqressiv itlər olur, hansı ki insanlara hücum eləyir. Yəni bunlar bilirsiniz necədir? Bir şəkildə aqressiv olublar. Yəni bunları sahibləri kəndlərdə döyüşdürüblər, bir qulağını kəsib, quyruğunu kəsib, hər hansı bir şəkildə pis şəraitdə saxlayıb. Bunlar vəhşiləşib. Və bu itləri gətirirlər şəhər ərazisinə buraxırlar. Məsəl üçün belə itlər var. Baxın bu bağlı itlərdir. Bunlar yəni insanlar üçün təhlükə yarada bilən itlərdir. Bunları gətirmişik. Yəni belə bir şəraitdə acıca yuvalar eləyib baxmışıq. Belə itlər burada çoxdur. 15-20 dənə belə itlər var. Bunlar mənə heç nə eləmir, düzdür. İndi mən bunların dilini bilirəm. İndi amma insanlara təhlükə yarada bilər. Bu itlər, bunun kimi burada yüzlərlə itlər ətraf mühit üçün böyük bir fəlakət ola bilər. Sakinlər də təsdiqləyir ki, rayonda sahibsiz itlərin sayı kifayət qədərdir və sığınacağın bağlanması bu yükü birbaşa küçələrə daşıyacaq. Xüsusilə azyaşlıların təhlükəsizliyi valideynləri daha çox düşündürür. Onlar itlərin küçədə deyil, sığınacaq şəraitində qalmasının tərəfdarıdırlar. Son zamanlar uşaqları məktəbə gedəndə itlər hücum çəkir üstünə, sahibsiz itlər çoxdur. Qarşısı alınsa daha yaxşı olar. Balaca uşaqlar məktəbə gedə bilmir. Üstlər necə dəfə uşaqları xilas eləmişik. Mövzu ilə bağlı Zaqatala rayon icra hakimiyyətinə müraciət ünvanladıq. Sığınacağın bağlanması ilə əlaqədar Nizami Ramazanov Zaqatala rayon icra hakimiyyətinə müraciəti olmuş və sığınacağın bağlandığını bildirmişdir və rayon icra hakimiyyəti olaraq həmin sığınacağın hal-hazırda yerləşdiyi ərazinin sahibi ilə müəyyən söhbətlər aparılmış və ondan müəyyən vaxt götürülmüş ki, hal-hazırda yəni sığınacaq yeni ərazi ayrılana qədər ora bağlanmasın və hal-hazırda da Zaqatala rayon icra hakimiyyəti tərəfindən səlahiyyətlərimiz daxilində müvafiq işlər aparılır. Hüquqi baxımdan isə vəziyyət fərqlidir. İcarə müqaviləsi əsasında ərazidə aparılan tikinti və abadlıq işləri mülkiyyətçi ilə icarədar arasında kompensasiya məsələsini gündəmə gətirə bilər. Əgər tərəflər razılığa gəlməsə, məhkəmə qaydasında boşaldılma müddətinin daha da uzadılması mümkündür. Ərazinin dərhal boşaldılması tələb olunarsa, təbii ki, dərhal boşaldılma bugün buranı tərk et kimi olmamalıdır. Müəyyən bir zaman tələb olunur, çünki biz burada artıq 400 it heyvandan danışırıq və bu heyvanların yerləşdirilməsi, gələcəkdə ictimai təhlükənin yaranıb yaranmaması, əhali üçün hər hansı bir sanitariya, gigiyena kimi halların baş verməsi, heyvanların tələfatı kimi bunları nəzərə alaraq torpağın sahibi təbii ki, müəyyən zaman verməlidir və bu zaman 1 gün, 2 gün kimi qiymətləndirilmir. Həftələrlə, aylarla da müəyyən oluna bilər. Baxmayaraq ki, tərəflər arasında müqavilə müddəti qeyd olunmamışdır. Və bununla bağlı əgər hasarlama, su, hər hansı bir təchizatla həmin torpaq istifadəçi tərəfindən orada artıq onun maddi hər hansı imkanları tərəfindən qurğular qurulubsa, təbii ki, bunun kompensasiyasını ala bilər. Amma bu şəkildə ki, onlar artıq torpağın sahibi ilə razılaşdırılmış olsun. Əks halda buna ötəçilik torpaq sahibi daşımır. Hazırda sığınacağın taleyi veriləcək qərara bağlıdır. 400-dən çox canlının aqibəti ya yeni bir ərazinin tapılmasından, ya da hüquqi prosedurların nəticəsindən asılıdır.